Hər kəsə salam, necəsiz xanımlar? Şükür biz yaxşıyıq. Keçdim evlərin təmizliyinə. Evləri təmizlədim. Əslində bu videoları öncədən çəkmişdim. Sadəcə baxdım ki, bir xeyli videom var. Dedim də bunları silməyim, montaj eləyim videonun önünə. Ev eşiyi yağışdırdım, paltarları qoydum yuyulsun. Həmən günüsü də yağışlı bir gün idi. Rayona getməmişdən qabaq çəkmişdim bu videonu. Baxdım ki, xeyli materialım var, çəkmişəm, heyfim gəldi silməyə. Saxladım, dedim, sonraki vlogların başına əlavə eləyərəm. Bu arada xanımlar, bir həftə olmadım deyə kanal tamam düşdü, reytinglər düşdü, izləmələr düşdü, hər şey düşdü. Kanalı spama girdi. Sizdən çox xahiş edirəm, videonu bəyənin, sevdiklərinizlə WhatsAppda linki paylaşsa sevinərəm. Çünki istər-istəməz hər səfərində girilib çıxıldıqca videoya baxış sayısı artır. YouTube da başqa insanların qabağına çıxardır bu videonu. Paltarlar yuyuldu. Kutka var 2 dənə, vetrovka. Onları atacağım yuyulsun. Biraz çox oldu. Bunları atım yuyulsun. Bunları kombinin üstüne atacağım, tez qurusun. Çünkü yoldaşım istədi bunu götürsün, geyinsin. Baxdıq ki, üstündə ləkəsi var. Dəsmalları yudum gətirdim. Bunlardan istifadə edirəm mən. Paltar sabunundan yuyan kimi tərtəmiz olur. Birindən buraları təmizləyim. Birində atım kombinin üstünə qurusun. Bu da vlog izləyirəm deyə həmişə burada olur. Gəldim 28'e, qızlarla görüşməliyəm, bacılarımla. Prosto onlar bilmirəm hardadır, mən gecikmişəm. Uşaqlar bugün evdədir deyə tez çıxa bilmədim. Əslində mən biraz vaxtında gəlmişəm, 5 dəqiqə, 10 dəqiqə gecikmiş olaram. Amma ki, onlar tez gəliblər deyir, qatarımız tez gəlir. Böyle gedim, onlar telefona nəsə alasıydılar. Buradan zəng edeyim, görüm hardadılar. Hara gediblər, nə edirlər. Burada da hələ işlər davam edir. Bacım oğlu üçün sumka axtarırdı. Dedim keçiddə var, düşdü ora baxmağa. O sumkalara baxır. Mən də keçdim. Təbii ki, özümüzə aid olan sumkalara baxmağa. Həmişə də əlim plastik sumkalara gedir. Bilmirəm niyə belə sumkaları daha çox sevirəm. Gözəl sumkalar var idi. Bardovu vapşı hoşuma geldi. Bu qara da güzel idi. Bu vapşı qəşəngdir. Deməm. Bu da qəşəngdir. Neçə istəyirsən? Balaca istəyirsən? Nə? Bu balacıdır da aynı. Normal. Standart film artık ve roman asma. Yani yandan asma həmişə yandan asma. Qəşəkçiləri var ama qara rəng olsa vapşı qəşəng olar. Qazan istəyirdim. Keçdik Emsana qazan dəstlərinə baxmağa. Qaqaşa işi məqul. Qaqaş onu bir dəfə yandırar, hə.
Orada turlayar gələr. Deyər ki, yaxşı döyüldü. Azərişə yemək qoymağa imsanla qoymaq lazım. Hələ mən də onu deyirəm. Nədir? Bu nədir? Bu nədir? Bir qapaqları çiçək qoy. Nazikdir özlər. Gücüm çatmaz ona. Dəst istəyirəm, qəşəng olsun, gözəl olsun, özü də ucuz olsun. Tost olsun. Nə gözəl qalmır. Tökündülər. Var elimə süpür. 59 manat. Nə gözəldir. Görəm bunun çiçəzələyirəm. 114. Görəm doğrudan mı? Bu da 54 manat. Nə yaxşı endirim. 59 da budur. Şey olsun. Cızılmaz ki. Nədir? Cızılmaz ki görəm. Elə bir cızdan oxşayır. Fikir ver, içində şeyi var. Cızı var, bax. Görürsən? Mən elə bir şey istəyirəm ki, uşaqlar özləri girişəndə cızmasınlar. Qəşəkdirlər amma. 59 manat. 60 manat. 60 manata bu. Yüngüllüyünə baxaq. Yüngül də elə bir. Biraz yüngül. Bir dənə də bax. Bir dənə də yüngüllüyünə bax. Nə Yox, tərəf? çox da ağır deyil. Qabaq da ağırlıq eləyir. Laf yox, aynen elə də şey deyil. Abicim bunun burasında şey var. Fikir ver. Defekti var sana. Bir də bax. Bunu verəsi deyil hər Bir də şey. bax. Bəlkə də imində bunu verirlər, nə bilirsən? Bəlkə də ona görə endirmə düşüb də. Bunlar var, nə deyim, Yoxsa bu qəşəng şeylərdə doktor. bax. Qulaqlarını buqlarına. Baxma. Böyle baxaram mən buradan heç nə alam. Böyüyəm, çıxam. Gəl mən şeyin mənzərəsini çəkəm sizə. Haydi bura metro park. Bir dənə də. Hə, göndər gəlsin, göndər gəl. Axşam bişirərsən, səhər də vəzifə verərsən. Tək tort olsun. Mən də xoş deyirəm, mən orada olanda bişirərdim. Dinən sən də orada oldun axı. Hə, heç mən oldum mu ki? Özümün xəbərim olmadı. Aslında özümə gələ bilmirdim. Allah haqqı, bir gün getdim, bir gün ölü yerində. Bir gün ölü yerində, bir gün də gəldik. Güya ki saat 7-yə çatırdıq saat. Mən öydə olanda 11 idi. Hə, günlər deyil, yaman bezdirici olmuş. Hə. Eynaldı qalmadı, vurgun qalmadı. Görmədiyimiz yerlər. Hər yeri gəlsin. Hər yeri gəzdik. Hə, həmişə özümüz gəlirdik bu səfər. 3 bacı gəldik. Birində çağırmışdıq, o da gəlmədi. Özün bilərsən, özündən küs. Arvad ölü yerinə getdik. Uşaqları qoymağa yer yoxdur. Bacılarımla yenə gəldik. Titiz bacımış başında məkanımıza. Bu səfər gülüyü də özümüzdən gətirmişik. Hə, onu deyirdim. O əvvəl sarımsaq qatıq idi. Gör yenə sarımsaq qatıqdır mı, yoxsa o birisindəndirmi? Süzməklə şey deyilərdi, nanə. Nanə? Keçən səfər biz Bir damcı. Hə, keçən səfər biz oturanda sarımsaq qatıq qoymuşdular. İçində də mayonez. Nəysə. Pizza da pişirib. Yox, indi bibar var deyən özümü öldürməli deyiləm ki. Soğanlar Gülnarın, bibar mənim, pomidor Günərin. Hamısı. Petruşka heç sevmirəm. Mən də. Bu qəşəng dadlayır. Qəşəng salatdır. Gör nətərdir. Yeməklərimizi yedik. Hər zamanki kimi çox ləzzətli idi yeməklər. Bu arada qızlar Urfa restoranına getmişdik. Gənclikdə yerləşir. Arxasınca da ikram çay gəldi şirniyyatı ilə. Dadına bax gör nədir. Altındakı nədir? Dondurma. Dondurca. Geçen de Zəhra Ömər imkan vermədi bunu yeyə. İkinci dənə gətirmişdi dördüncə. Niyə ki? İkramdır da bu. İşte buralarımız qırışmışdı. Yox, qırışmamışdı. Məndə İndi də o. hə, məndə indi əmələ gəl. Ay Gülnar, o şeylə də asıldı, genetiklə. Kənddə iş çox olur. Əgər usta sıxıranmaqdan ölürsən, sən də
da demə. Həm də ki bu yolun uzunu Uşaqların balaca. Neden çöktü kask böyle dolu? balacadır. Neden kask böyle dolu? Yəni yorulmaq Yok ki, neyse. Nəsə axır vaxtlar bu qız tənbəlləşib birazca. özümüz öz ayaqlarımızla yeriyə bilirik. Heç kimə möhtac deyilik. Çox şükür. Özümüzün qazancımız var. 3 dənə tort ustası yan yana. Üçü birinde. Üçü birində. Yo eğliyim ben ne çok şükür. Prosto neyse de var ölüp Enerjisi qutarıb. Zaretə tapmaq lazımdır. Mənzərənin gözəlliyi. İştedir. İşte farklı bir şey olur. Sallaya sallaya beni kaşlara. Vlogun içinə zad elədilər. Sen bir çekemeyeceksin. Bir neçə çəkəsi deyəm. Telefonu açdım, durdu. Qoy maraq olsun. Düğüt koyarsın böyle. Valla onların səsindən sənin səsin düşmədi. Bilmirəm nə dedin, heç mən də eşitmədim. Sən onu qorxu kimsə naşidlə qulaq asır bir-birinə olur. Hə. Gözden düğüt koy onlara marak. Yığdırıb geri qulaq asmayın. Bacım orada nəsə düyüt söhbət eləyir. Yo özüm montaj elədim minorasında düğüt sesini yazdılar. Öz də özüm deyərəm, belə deyəm. Düyüt. Özüm yazdırarsan değil mi? Buna bax, gör Nərmanovun nə maraqlı arxa sokaqları, küçələri var. Hə, sizin şotunuza gedir. O gün biri deyir safın qabağı, günlərlə bir-birimizə baxırıq. Safın qabağını düşürdük həmişə. Gör hardan hareket. Hardan, har? Hə, Nərmanovu qoydular, getdilər. Reklamlar. Deyirəm reklamlar. Yani sana belki bir yaptığı Nə salar? Qaçdı qabağını çalır, niyəsə. Bunlar mənim bacılarımdır. Görsəz harda dalından tanıyın. Görsəz dalından tanıyın. Üz yoxdur amma arxadan tanıya bilərsiniz. Bu gün nerede? Bu da Gülnardır. İkisi də tort ustasıdır. Birini şeydə tapa bilərsiniz. Məhəmməddə. Birini də Qazaq Akstafıdır. Badam? Deyərdim mən. Bilmirdim bu adamın varlığını. Sonra Perviz gösterdi dibine düşenler götürdü. Dadlıydı mı? Peki bu şükürlerden torta işledim. Qəşəng güllərdir. Aslında neçə vaxtda payız dekor axtarıram. Tapa bilmirəm. Bəlkə bunlarda. Gecə gəlim yolum aparım. Hə. Sonra da araştırıldı dersen şu torttan ötürü olmuştum. Tortdan ötürü. Hə. Qova xəbərim yoxdur. Əlimi də belə eləməmişəm. Mən ağarmışam. Mən ağar. Ellərdən Hə. Həm də daşımayın da buradan o yana. Mük yoxdur, mük. Mük yoxdur. Hansı güdən istəyirsən? Boş bir daşın. Nə balacadır? Tacların balacaları var belə. Mən belə balacasını görməmişdim. Belə balacasını görməmişdim. Təbii güllər də var. Bunları sən götürüb açıb elə eləyə bilərsən. Bunları açmaq olur. Ha. Bunlar gəlsə onlardan göndərərəm. Ne geçmiştir bunlar? Ne geçmişti? Bunlar
Onlardan bir tane de al da. Ha. Valla ne olası şey konsept olsun. Değil mi? Buradan çıkıyor. Ne olsun? Hə, çıxarlısı var. Mən onu görmədim axı ona görə. Oradan götürün də. Nə olası keçək amma. Qəşəngdir. Yaxşıdır. Burasını özün əyif düzəldə bilirsən. Baxıram. Mama qoyacağım. Kuxnana qoyarsan. Şotkular var. Bunlar. Hə, bax elə. Ay sağ ol. Keçək oradan özünə köşə düzə. Ruzini hərrəndik gəldik. Bunlar hələ çalırlar. Az neye gülüyorsunuz az? Kızın elinde bənövşəyi renk var bak alın. Bunlar ağladı gün il axırdı onda şaraldı. Mənim də bayraq istəyirdi mən ala bilmədim daha. Pulumla satsalar alarım. Bayraq paylayırdılar burada şar paylayırdı. İndi nıkıyı bəhanə eləyir ki nıkıya parf edəcəm. Mən hələ orada üzlərinə şey çəkirdilər. Bir qoydurum mən də çəksinlər. Üzlərinə. Bir sene yaşta bizlerde şarkı. Bu səfər də gəldik, oturduq kofe içməyə. Düzdür, mən kofe içmirəm. Bacım da kofe içmir. Gül cappuccino içir. Bu oligartdır. Bu cappuccino içir. Biz içmirik. Biz çay. Şarın dasıb burada gözləyir şarı. Gözdə günün ən sevdiyi rəng götürüb. Sevdiyin rəngdir elə. Abicim, səncə sevdiyin rəng hansıdır? Qara? Məvi? Sən də məvisin. Məndən soruşdular qara deyərdim. Niyə? Nə? Az deyir ki, bu çaynikdən ala. Ay deyirəm, bu çay axırda mənə gəlir də. Vay vay. Bunun cüstürüklə. Qorxaqdır biraz. Vergisini dövdüğünü düşünüyorum. Biraz renk de var ama ne olur bedava gelsin. Aha. Doğru. Çay çarpında çay. Günü sonlandırdıq. Qızlar metro ilə getdi. 202 məni gözləyir. Mən də onunla gedim. Gözəl bir gün oldu. Bu səfər fərqlilik oldu. Gülü ilə getdik. Yaxşı boşdu. Hələ ki boşdu. Getmək olar. Gəldik Nərmanovdan. Sizə aldıqlarımı göstərmədim. Birdən belə ağ yolka aldım. Keçən səfər bunu da 1 manatlıq yerdən almışdım. Bir də ki, belə cupcake'lər üçün belə kağız qəliblər götürdüm. Oğlum üçün 2 dənə sportivni götürmüşdüm. Otağındadır, adi sıradan sportivnilər. Dedim bunları da çəkim. Elə bir şey eləmədik. Sadəcə məqsəd gedib biraz gəzmək idi. Həm də ki, Gülüyə söz vermişdik ki, gələndə səndən də bir anti çıxarıq. Çəkdikcə də bunlar gözümə sataşır. Gülüyə də söz vermişdik ki, səndən də bir anti gedərik, oraları gəzərik. Məqsəd o idi. Getdik, gəzdik, çox gözəl bir gün oldu. Danışdıq, güldük. Biraz da sizin üçün çəkdim. Çox şey çəkməsəm də az şey çəkdim. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiyiniz bir vlog oldu. Bəyəndinizsə videonu bəyənməyi unutmayın. Hələlik sağ olun, sağlıqla qalın. Allaha əmanət olun.